Gəldi. Təzə aldığım yaxa mikrofonunun bugün sizlərlə bir yerdə kutusunu açacağıq. Görək içindən nələr çıxır. Kutusunu açmadan əvvəl kanalıma abunə olmağı və like atmağı yadınızdan çıxartmayın ki, növbəti videolarımızdan xəbərdar olasınız. Çoxdan gözləyirdim əslində. Heyecanlandım lan, vallahi çok heyecanlandım. Bir dənə mikrofona ihtiyacım var idi. İkisini aldı. Onlar da bir şeye yaramadı. Deməli kutumuzu açanda bizi qarşılayan şeylər nədir? Kutunun içindən bir ədəd şunurumuz, 2 ədəd külək qoruyucumuz, 1 ədəd Type-C uclu mikrofon qoşucumuz və əsas olan 2 ədəd də mikrofonumuz. Əslində əsas olanımız budur. Bu olmağına. Adamın gözünə elə görünür. Mikrofonumuza külək qoruyucumuzu taxaq görək səsi nətər çıxır. Bunu da telefonumuza qoşaq görək mikrofonumuzun səsi nətər çıxır. 2 dənə işıq yandı. İndi isə səsinin nətər çıxdığını bilmirəm. Bir dəqiqə siz eşidəsiniz, mən videodan sonra eşidəcəm. Mükemmel. Herkese salam aleykum dostlar. Əslində videoya bununla girsəm daha yaxşı olarmış. Bu da vəkilində anda şpulkası da var. Hara istəyirsiniz taxın. O birisini yox idi. Deməli mikrofonumuz hara taxılır? Yaxıya. İndi səsinin nətər gəldiyini bilmirəm, videodan sonra görəcəm. Özüm 2 dənəli zakazladım. Nəyə görə? Xarab ola bilər biri və yaxud da ki itə bilər, baləcə bir şeydir. Mikrofonumuzda uzun YouTube videoları çəkmək mümkün deyil. Mikrofonumuz 20 metr məsafəyə qədər mikrofonun səs sistemini sabit bir şəkildə saxlama özəlliyinə sahibdir. Ona görə də uzun YouTube videoları çəkmə ehtimalınız biraz az ola bilər. Kompüter qabağında oturub videolar izləyə bilərsiniz. Tepki videoları, nə bilim, fərqli bir videolar, amma işdə video çəkənməzsiniz çünki 20 metr məsafədən artıq get. Bu arada aşağı qoyduğum Instagram səhifəsinə takib atın. Videolardan xəbərdar olasınız. Hələlik.